2 dekabr 2025-ci il səhər saat 9:10 radələrində Ana Məhərrəmova Əsliyə Apro Hospitalda tomoqrafiya edilərkən kontrast yeridilir. Bu səfər dəri altına gedir və onun qolunda, sol əlində reaksiya gedir. Təbii ki, bu proses zamanı heç kim baxmayıb, heç kim görməyib, nəzarət olunmayıbdır. Bu şəkildə də evə göndəriblər. Evdə gəldik, baxdıq ki, qolu tamamilə suluqlama, çiyinlərinə qədər suluqlama və qaralma baş verib. Təzədən hospitala müraciət edirik, gətirirlər təzədən hospitala. Heç bir şey yoxdur, suluğu partladırlar, heç bir şey yoxdur. Gedin bu kremi, bu məlhəmi alın, vurun, heç nə olası deyirlər. Yalnız evə gəldikdən sonra, ikinci dəfə evə gəldikdən sonra vəziyyət daha da çətinləşir, əldə göyərmələr, gemotemalar baş verir. Və biz xəstəxanaya bu gün, mən axşam özüm birbaşa zəng eləyirəm ki, hər hansı bir həkim olsun, ilgilənsin bu durumla. Deyirlər, iş saatı bitib, biz heç bir köməklik eləyə bilmərik, sabahı gözləyin. Şikayət edəcəyimi bildirdiyimdə, gedin ümumi xəstəxanadan şikayət eləyin. Səhiyyə Nazirliyi ad soyad xahiş eləyir. Gedin ümumi xəstəxanadan şikayət eləyin deyirlər. Ad familiya heç kim vermir bizə. Bununla bağlı şikayətim var. Xəstənin əl şəkillərini göndərir. Sərdar, arvadın əli çiyinə qədər belədir. Təsəvvür nə tualetə qalxa bilirdi. Onsuz da ayağı o gündəydi də, özün bilirsən. Heç bir, yəni vəziyyət bərbadda, heç kim də baxmır. Heç kim nə kata otağının nömrəsini belə vermirlər də, o qədər gizlidir. Elə bir səfirlikdir, bizim icazəmiz yoxdur nömrə zad verməyə.